İnsanlar məhkəmələrin qərarından şikayətçidirlər və məhkəmələrdə ədaləti tapa bilmədiklərini deyirlər. Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsində bildirib. Qüdrət Həsənquliyev xüsusən də parlamentdə torpağın saxta sənədlər əsasında alqı-satqısı problemini qaldırıb. Bildirib ki, vətəndaşın torpağı saxta sənədlər əsasında başqasının adına rəsmiləşdirilir, daha sonra bir neçə dəfə alqı-satqı predmetinə çevrilir. Sənədləri saxtalaşdırıblar qadının adına. Qadın gəlir deyir ki, mənim heç nədən xəbərim yoxdur. Notariusda yalandan, icra hakimiyyətinin nümayəndəsi gəlir deyir, mənim heç nədən xəbərim yoxdur. Saxta sənədlər əsasında başqasının torpağını satırlar və çıxarış alırlar. Onun əsasında o da satır başqasına, o da başqasına. Bunu da bundan əsaslandırırlar ki, mülki dövrənin sabitliyini biz təmin eləmək istəyirik. Ona görə əlbəttə bu istiqamətdə qanunvericiliklərdə də dəyişiklik eləmək lazımdır. Ombudsman daha çox bu tipli məsələlərə hesab edirəm ki, diqqət yetirilməlidir. Xüsusilə də həm də məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər. Deputat Rəşad Mahmudov isə əlilliyi olan şəxslərin hüquqlarına diqqət çəkib. Millət vəkili bildirib ki, əlilliyin təyin edilməsi üçün müraciətlər zamanı qərarın izah edilməsi prosesində problemlər var. Vətəndaşa əlilliyin uyğun olmadığı bildirilmək yerinə elektron formada forma natamam doldurulub. Yəni, bu doldurulmuş dəyərlərə görə sizə əlillik düşmür kimi ümumi bir ifadə təqdim edilir. Sanki əlillik statusunun verilməsinin səbəbi tibbi sənədin natamamlığıdır. Halbuki əlilliyin təyinat meyarları kifayət qədər inkişaf etmiş və funksional məhdudiyyətin obyektiv qiymətləndirilməsinə əsaslanır. Natamam doldurulma kimi ümumi ifadələr isə sistem daxilində məsuliyyətin yanlış istiqamətə yönlənməsinə və sosial gərginliyə səbəb olur. İcbari tibbi sığorta ilə hər xəstəyə görə həkimə ödənilən məbləğ diqqətə alınmalıdır. Bu sözləri isə deputat Azay Quliyev deyib. Bildirib ki, bu məbləğin az olması həkimləri motivasiyadan salır. Digər məsələ isə xəstəxana seçimi ilə bağlıdır. Xəstəxana seçimi ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ya ən azı seçim imkanlarının genişləndirilməsi məsələsinə də baxmaq lazımdır. Uzun illər bir həkimin nəzarətində olan vətəndaş həmin həkim onun sığorta sisteminə daxil olmayan müəssisədə çalışmadıqda xəstə ya bu xidmətdən məhrum olur, ya da sığortadan yararlana bilmir. Ona görə yaxşı olardı ki, xəstələrə həkim seçimində sərbəstlik verilsin. Millət vəkilləri hesab edir ki, həm məhkəmə qərarlarının icrası, həm də sosial və tibb sahələrində vətəndaşların üzləşdiyi problemlərin aradan qaldırılması üçün mövcud mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Lamiyə Xəqani qızı, Anar Ağazadə, İTV Xəbər.